heç bir Azərbaycanlı heç yerdə özünü aşağı tutmasın, əskik tutmasın. Biz həqiqətən Azərbaycan Orta Doğuda, Şərqdə birincilərdəndir. Birinci Cumhuriyyəti biz qurmuşuq. Həm də layiq, sekular Cumhuriyyət. Qadın hüququnu biz gətirmişik. Birinci qadın hüququ Şərqdə Azərbaycanla başlayıbdır. Birinci məktəb Azərbaycanla başlayıbdır. Birinci üniversite Azərbaycanla başlayıbdır. Birinci insan haqları Azərbaycanla başlayıbdır. Ədalət Azərbaycanla başlayıbdır. Azərbaycanlı buna fəxr edilir. Və bugün biz Güney Azərbaycan Milli Dövlətinin 66-cı il bölümündə 66 il bundan əvvəl babalarımızın, atalarımızın, qəhrəmanlarımızın qanı nəticəsində qurulmuş dövlətimizin uğurlarından danışanda əlbəttə ki, yenə də bir çox məsələlərini biz gözdən qaçırıyoruz. Mən o yüzden də uğurlardan Azərbaycan Milli Hökumətinin, Milli Hakimiyyətinin əldə etdiklərindən detayl olaraq deyib başqa məsələlərə geçəcəm. Çünki bizim Azərbaycan Milli Hökuməti, yəni 21 Azər bizə bir örnək günüdür. Sayın Ağalar bəy işarə elədi ki, Rusiyada alimlərdən birisi deyibdir, bu yetər ki, siz dövlət qurasınız. Bəli, 21 Azər bizə örnəkdir. Onlar ki, deyirlər, Azərbaycan dövlət ola bilməz, 12 şəhrilərdə şəhid pişəvərinin rəhbərliyi ilə Demokrat Firqəsi elan olunur, 4 ay çəkmədən Azərbaycan dövləti quruldu və biz də qura bilərik. Və bu faktdır. Bu bir gerçək, bunu kimsə silə bilməz. Buna Amerika, İngiliz, əgər İranın arxasında durmasaydı, kimsə də bunu köçürdə bilməzdi. Əgər İslamının tapşırığı ilə Azərbaycan Milli Hükümətinə, pişəvəriyə xəyanət olunmasaydı, onu kimsə köçürə bilməzdi. Bizə dövlət qura bilməzsiniz, bizə kim verəcəkdir, kim tarayacaqdır, sizin istiqlalınız çətin olacaqdır deyənlər özünə gəlsinlər. Biz 66 il bundan əvvəl bunu eləmişik. Biz 918'de bunu eləmişik. Hem de daha büyük imparatorlara karşı. Çar İmparatorluğuna karşı. Yani 21 Azər Güney Azərbaycan dövlətçiliyində, Güney Azərbaycan millət dövlətçiliyində, dövlətinin var olmasında və dövlətinin ən ideal formada, ən ali formada idarə etməsində danılmaz bir örnəkdir, farklıdır. O qədər ki, bunu hətta düşmənlərimiz etiraf edibdir. 1949'da William Douglas şəhəri İran adlanan ölkəni gəzir. Azərbaycanı addım-addım gəzir. 1949'da yazır ki, bugün əgər Təbrizdə, Azərbaycanda seçki olursa 99% rəy ilə yenə də pişəvərini seçərlər. Baxmayaraq ki, Azərbaycanın bütövlüyündə 2000 dənə komünist yoxdur. Bizi faslak etdilər Amerikaya, İngilizcə, beynəlxalq ictimaiyyətə Azərbaycan dövləti komünistdir deyə onları qorxutdular ki, nəft sorsları komünistlərin əlinə düşür, İngilisi, Amerikanı arxasına çəkib və bizi əzdilər. Bizim üzərimizdə 50 binlik deyil. Çox güclü ordu yeridir. Yerdən, göydən, havadan. Bizdə sadəcə bir həftənin içində 50 min Azərbaycanlı qətlam olundu. Amma onunla da bitmədi. 10 il qətlam devam elədi. Yəni 10 ildən sonra Məhəmməd Rza Şah Pəhləvi bir dənə ümumi əfv çıxadaraq da tutuqlamaları dayandırdı. 10 il sürgün düşdü. 100 mindən artıq Azərbaycanlı sürgün edildi. 50 min bir həftədə öldürüldü. Amma 10 ilin içində bütün ziyalılarımız tutuldu, zindanda, işkəncəyə, məhvi öldürmələrlə, yəni yenə də Azərbaycan Milli Hərəkatı, Azərbaycan dövlətçilik ideyasını durdura bilmədilər. Bugün Azərbaycan Milli Hərəkatı həmən
elə o dövlətçiliyimizin, yəni Xiyabanidən başlanılmış pişələrinin devam etdiyi və bugün Azərbaycan Milli Hərəkatının bağımsızlıq davası, istiqlaliyyət davası elə kökü qayıdır həmən o tarixlərə. Yəni biz imtihanımızı vermişik. Həm də ən gözəl, ən demokratik bir ilin içində William Douglas deyil, bu Amerikalıdır. Ben Azərbaycanlılardan fakt gətirmirəm. Deyəsiniz ki, özləri yazıblar. Baxmayaraq ki, bizimkilər də qoymublar yazılsın. Amerikanın demək, müstəşarıdır, gəlir, yazır, deyir ki, Azərbaycanda bir il hakimiyyət sürəsində 50 il pəhləvi dövründən çox gəlişmə olmuşdur. Ne yazık ki, bunu Fars hakimiyyəti qəbul edə bilmədi, çəkə bilmədi və ya Sayın Qarabağlı çıxışımız işarə elədi ki, Roman bəy işarə elədi ki, İran nədən Qarabağda məsələyə münasibət bildirmir? Çünki İran Azərbaycanı niyə bu qədər müdaxilə edir? Buna görə ki, Azərbaycanın olması ne kadar balaca da olursa olsun, ne vəziyyətdə olursa olsun, Azərbaycanın var olması İranın yok olması mənasındadır. Bunu pəhləvilər özellikle de hakimiyyət edəcəklərinə, yəni İran adlanan yerdə Türk hakimiyyəti kudeta vasitəsilə yok olduktan sonra, yəni Qacarlardan pəhləvilərə köçəndən sonra bu hakimiyyətin fəlsəfəsi, dövlətçilik fəlsəfəsi əsasən Türk düşmanlığı üzərində qurulmuşdur. Azərbaycan düşmanlığı üzərində qurulmuşdur. Bizim bu hərəkətlərdən indi benim çıxaracağım, işarə edəcəyim məsələlərə diqqət eləməliyik. Yəni uğurlarından əlbəttə ki, övünməliyik, əlbəttə ki, sevinməliyik, özümüzə fəxr eləməliyik. Amma onun yenilgi səbəblərinə daha çox diqqət eləməliyik. Çünki bu daha bir dəfə də yəni, bu hərəkətimizi eyni taliyə sürüklənməsinə müsaade eləməyəcək. Xiyabani hərəkatında Xiyabanını yenən Tehran deyil. Düzdür, Tehran siyasetin arkasındadır. Ama elə Azərbaycanlıdır. Şəhid Pişəvəriyə en yakın silahdaşlarının xiyanəti səbəb oldu. Yani o gün ki, İstalinin əmri ilə Pişəvəri Təbrizdən uğurlanılır, o ana qədər müqavimət əmridir. Devamlı radyodan ve telegrafla Qulam Yahya haber verir, müqavimət göstereceksiniz. En şiddetle müqavimət göstereceksiniz. Ancak Pişəvərini uğurladıkları andan itibaren Pişəvərinin en yakın adamları ve bizim de bugün birçoklarımız hürmet bəslədiklərimiz, Şəbistəri, Biriya ve bunun kimi adamlar hemen televizyon, hemen radyodan tərk silaha çağırdılar. Unutmamışıq ki, Şəbistəri Bostanabada qədər İran ordusunu qarşılamağa getdi. Bunlar bizə dərs olmalıdır. Bunların izini biz bugün də görürük. Bugün milli hərəkətimizdə, milli hərəkətimizi caydırmaq üçün, milli hərəkətimizi yolundan çıxartmaq üçün yaşılları, Musəvini rəhbər eləməyə çalışan Azərbaycanlıları da xatırlamalıyıq. Yəni o milli hükümetimizin, Xiyabanının ve şəriət mədarının yenilgisi bizlere böyük bir ders olmalıdır. Ve elbette bugün milli hərəkətimizdə, yani bugünün esas seminer kuruluşu birlik seminarıdır. Birlik her şeyden çok, Güney Azerbaycan'da bize her şeyden çok vacibdir. Yani yemek içmekten, havadan bile çok vacibdir. Ama bu birliğe dikkat eləməliyik. Yani fəqət sırf Azərbaycanlı olduğu girib içimizdə fitneler yaratmasına müsaade eləməməliyik. Necə ki milli hükümette oldu. Necə ki Şeyh Xiyabanının başına getirildi. Necə ki şəriət mədarının dilindən çıxdılar. Şəriət mədarının muavinləri, şəriət mədarının dilindən çıxdılar. Televizyondan tərk silaha çağırdılar milləti. Xəyanət elədilər bizə. Ve bugün de gene de o xəyanətlər devam ediyor.
Azərbaycan ata-anadan doğulsun, Azərbaycanda doğulsun, Azərbaycanın eşiğində doğulsun, dünyanın heç Azərbaycanı görməsin. Özünü Azərbaycanlıyam deyən Azərbaycanlıdır, bunu kimsə tuttana bilməz. Amma hər Azərbaycanlı Azərbaycancı mıdır? Deyil. Hər Azərbaycanlı Azərbaycana mı xidmət edir? Deyil. Bugün İranın siyasətinin bir çoxunu aparan elə Azərbaycanlılardır. Bizi zindanlarda şikəncə edən elə Azərbaycanlılardır. Ona görə biz Azərbaycancıların üzərində çox işləməliyik. Azərbaycancıların birliyini sağlamalıyıq. İstiqlalçıların, yəni Azərbaycan millətinin bağımsızlığını qəbul edəməyən, onu kölgəyə salan, Azərbaycan bayrağından ürküb qaçan, İran bayrağının altına sığışan, İran ərazi bütövlüyünü müdafiə edən və ya Azərbaycan dövlətçiliyini sual altına aparan hər bir kəs bizdən deyildir. Şeylərlə keçərlər. Heç bir şərt qoymadan Azərbaycanın bağımsızlığını, dövlətçiliyini, bayrağını, Azərbaycan bayrağını sevib savunanlarla birləşə bilərik. Azərbaycan bağımsızlığını sevib savunanlarla birləşə bilərik. Azərbaycan dövlətçiliyini sevib savunanlarla onun qorunması üçün, inkişafı üçün canı malından fədakarlıq göstərənlərlə birləşməliyik. Və beləliklədir ki, biz bir uğur qazana biləcək. Edilməsinə şərait yaratmış olacaq. O yüzden də mən görürəm, demək, divan heyətindən baxımda yəqin zamanım qısalıqdır. Və ona görə mən söhbətimi qısa kesəcəm. Azərbaycan üçün fədakarlıq göstərənləri birliyə çağırırıq və hamınıza bir daha da təşəkkür edirəm.